Allah Subhanahu yeri sağ əlində, göyü də o birisi əlində tutaraq silkələyəcək və deyəcək ki, ənəl məlik, mənəm padşah. Mənəm padşah deyəcək Allah Subhanahu, mənəm ağa, mənəm Rəbb. Əynəl mütəcəbbirun deyəcək. Hardadır mütəcəbbirlər? Hardadır təkəbbürlülər? Allaha ibadət eləməyi özünə sığışdırmayanlar harada olacaq? Cavab versinlər Allaha. O gün Allah padşah olacaq. Ənəl məlik deyəcək Allah. Mənəm padşah. Başçı mənəm. Allah Subhanahu buyurur ki, yevməhum bərizun. Onlar o gün hamısı Allahın qarşısına dikiləcəklər. Çıxmış halda olacaqlar. La yaxfə alallahi minhum şey. Onlardan heç bir şey Allaha gizlin qalmayacaq. Hər bir şey ortada olacaq. Limenil mulkul yevm. Kimindir bugün mülk? Allah Subhanahu soruşacaq. Limenil mulkul yevm. Kimindir bugün mülk? Padşahlıq. İnsanlar təkəbbürlü edirdilər. Böyük sayırlar özlərini. Onda Allah Subhanahu özü cavab verir. Lillahil vahidil qahhar. Tək olan, qahhar olan Allahındır mülk. Böyüklük Allahındır. Təkəbbürlük Allaha yaraşır. Çünki Rəbb odur, ağa odur. Və qiyamət günü insanlarla Allahın arasında heç bir tərcüməsi olmadan Allah Subhanahu hamını sorğu-suala çəkəcək. Tək-tək. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, "Mə minkum min əhədin illə seyukellimuhu rabbuhu." Sizdən elə bir kəs yoxdur ki, deyir, onunla qiyamət günü Rəbbi danışacaq. Sorğu-suala çəkəcək. Leysə beynəhu və beynəhu tərcümə. Allahla onun arasında heç bir tərcüməsi olmadığı halda. Subhanallah. Aləmlərin Rəbbi səninlə danışanda, sorğu-suala çəkəndə, əməl dəftərində, sənin sağında, solunda neyin olmağını istəyirsən? Və insan həmin zaman sağına baxacaq, elədiyi əməldən başqa bir şey olmayacaq. Soluna baxacaq, etdiyi əməldən başqa bir şey olmayacaq. Və indi qardaş, özün qərar ver. Allahın qarşısında, sağa sola baxanda hansı əməllər görmək istəyirsən? Haram ticarət, oğurluq, yalan, zinakarlıq, halal olmayan qadınlara baxmaq, namaza yatmaq, namaza çağırılanda gəlməmək, yoxsa namazları haqqı ilə yerinə yetirmək, hicabı başa bağlamaq, haramlardan uzaq durmaq, Allahın əmr etdiklərini yerinə yetirib qadağan etdiklərindən çəkinmək, sanmayasan Rəbbindən, günahlarla necə çıxarsan qarşının qarşısına? Hamı, hər birimiz. Allah bizim əməllərimizi xeyri olanlardan eləsin. Qiyamət günü insanların kitabı veriləcək, qarşısına qoyulacaq. Vallahi o elə bir kitabdır ki, orada nə bir kiçik günah, nə də bir böyük günah itməyib, hamısı hesablanıb yazılıb. İstər kiçik olsun, istər böyük. Allah Subhanahu buyurur ki, وَوُدِيَ الْكِتَابُ فَتَرَ الْمُجْرِمِينَ مُشْفِقِينَ مِمَّا فِيهِ. Oyun kitab onların qarşısına qoyacaq. Və sən günahkarların orada yazılmış olan əməllərindən qorxduqlarını görəcəksən. Günahkarlar əməllərin, dəftərlərini görəndə sevinməyəcəklər. Çünki xeyirli iş yoxdur orada. Ona görə qorxacaqlar əzabdan. وَيَقُولُونَ Və deyəcəklər onunla əməllərin görəndən sonra Ya veylətənə, vay olsun bizlərə. Məli hədəl kitab, bu kitaba nə olub deyəcək? Lə yuqadiru səğirətən və lə kəbirətən illə əhsəhə. Nə bir kiçik, nə də bir böyük günahı buraxmadan hamısını sahib hesablayıb. Bütün əməllər orada olacaq. Və vəcədu mə amilu hadirə. Onlar etdiklərin öz qarşılarında hazır olduğunu, hazır olaraq tapacaqlar. Və lə yəzlimu rabbuka əhədə. Sənin Rəbbin heç kəsə haqsızlıq edən deyildir. Hər kəsin öz əməlinə görə cəzası veriləcək. İxlasla.com saytı tərəfindən təqdim olundu.